Salam əziz şagirdlər, bugün sizinlə 2026-cı ilin 7 iyun qəbulunun testlərinə baxırıq. Birinci sualda uşaqlar burada Coulomb qüvvəsini soruşur. Gördüyünüz kimi 2 müsbətdir. Bir-birini biz danışmışıq. Newtonun 3-cü qanunu əsasən hansı qüvvə ilə biri cəzb edirsə, o birisi eyni qüvvə ilə cəzb edir. Hansı qüvvə ilə itəlirsə, o qüvvə ilə də itəlir. Ona görə F-lər bir-birinə bərabərdir. 32-ci sualda baxırıq. Deyir ki, maqnit selinin vahidini soruşur bizdən. Fi bərabərdir. Biri L, I-dir. Gördüyünüz kimi amper vursun Henry birinci. Və burada uşaqlar siz görə bilməzsiniz. Çünki Fi-nin bir neçə düsturu var. Məsələn, delta Fi bərabərdir QR düsturu var. BS kosinüs alfa düsturu var. Həmçinin epsilonda da Fi var bildiyiniz kimi. Delta Fi bölü delta T. Fi-ni buradan tapsaz eləyəcək epsilon vurulsun delta T. Yəni, bu da verəcək bizə volt vurulsun saniyə. Yəni, 3-cü. 1, 3. Cavab B variantı. 33-cü sualda bizə M verilib. Avtomobildir. Qabarıq körpüdə avtomobil tərəfindən körpüyə təsir edən qüvvə çəkidir. Və çəki də qabarıq körpüdə danışmışıq ki, qabarıq körpüdə bu hissədə olanda təcil, yəni F aşağı olduğuna görə baxır ki, aşağıdır deyə olur M J minus V kvart bölünsün. Çünki mərkəzi qaçma təcildir ona görə. Baxırıq ki, M 1,5 tondur, olacaq 1500 kiloqram. Vurulsun J 10'dur. V kvadratı 100'dür. 100 bölünsün 20 bizə verəcək 5. Və 5 vurulsun 1500 eləyəcək 7500 Newton. O da bizə verir 7,5 kilo Newton. 34-cü sualda uşaqlar həmişə danışırıq. Bundan da demək olar çox düşür. Həmişə də deyirik bunu. Görürük ki, ikincidə rezistordur. Rezistora R bərabər ρL bölünsün S-dir. Və düsturda tezlik yoxdur. Tezlik olmadığına görə avtomatik olaraq ikinci dəyişməz mütləq sürətdə. Baxırıq birinciyə. Birincidə gördüyünüz kimi sarğacdır. Sarğacın induktiv müqaviməti olur. XL bərabərdir omega L-dir. Omega da açırsınız ki, pi nu L. Sizə deyir ki, tezliyi azalır. Tezliyi azalırsa XL də azalır. I bərabərdir U bölünsün XL-dir. XL azalırsa I də artır. Ona görə artar, dəyişməz D variantı. Sonra baxırıq 35-ci sualda bizdə burada bildiyiniz kimi həmişə mənfi U saxlayıcı və bağlayıcı dayanır və həmçinin bizdə H nu bərabərdir Einstein tənliyi A çıxış üstə gəlinsin Y U maksimaldır. Və baxırıq ki, nu-nu verib, H-ı verib, A çıxış bərabərdir. H nu çıxılsın Y U maksimal. H verib bizə 6,6 vursun 10 üstü mənfi 34. Nu-nu verib bizə 8 vursun 10 üstü 14. Çıxılsın 1,6 vursun 10 üstü mənfi 19. U-daki gördüyünüz kimi 0,6'da qoyuram yerini. Uşaqlar, yadınızda saxlayın. Həmişə burada gördüyünüz kimi məsələn çox böyük 10 üstülər var. İxtisar aparın və ortaq olanı çıxardın çölə. 10 üstü məsələn 14 ilə mənfi 34 gedir. Mənfi 20 qalır. Görün burada mənfi 19 da var. Onda 10 üstü mənfi 19'u çıxardın çölə. Burada bir də mənfi 1 qaldı. Mənfi 1 8'e vurun. 0,8. 6,6'nı vurursunuz 0,8'e. Sonra 1,6 vurursunuz 0,6'ya bir-birindən çıxırsınız və avtomatik burada cavab yazacağım. 4,132 vurulsun. 10 üstü mənfi 19'u cavab. Cavab Y variantı. Sonra baxırıq 36-cı sualda. 36-cı sualda şunlar K-dan M-ə gedir, həm də M-dən N-ə gedir. Bizə deyir ki, K-dakı 20 kilopaskaldır və həmçinin M-də və N-də tap təzyiqi. Şunlar K-da M-ə görürsünüz ki, T ilə V düz asılıdır. Məsələn, baxırsınız ki, bu da 3 dədəm artıb. Bu da 3 dədəm artıb. Yəni düz asılıq. Düz asılıqda da P konstantdır. Yəni izobar proses. İzobar prosesdə də K nədirsə M-də odur. Yəni 20 kilopaskaldır. Lakin M-dən N-ə gedəndə V konstant qalıb. T görürsünüz 2 dənə dama azalıb. Yəni 2 dəfə azalıb. T ilə P izoxor proses düz mütasib olduğu üçün təzyiq də 2 dəfə azalacaq və beləliklə olacaq 10 kilopaskal. Cavab D variantı. Sonra baxırıq digər suala. 37-ci sualda yadınızdadırsa, burada biz də deyirdik ki, epsilon bərabərdir. Burada modulun dediyinə görə mənfi nəzərə almırsınız. Delta fi bölü delta t yazır. Normalda mənfi delta fi bölü delta t idi. Modulda deyə nəzərə almıram. Fi'nin yəni burada mən törəməsini tapmalıyam. Baxıram ki, 4 üstəgəl 5 t'nin də törəməsi, 4'ün törəməsi 0'dır, 5 t'nin törəməsi ilə 5'dir. Epsilon 5'dən sabit olmalıdır. B variantı. 38-ci sualda F sürtünmənin əsas düsturu mu n'dir. Birinci siz birincidən və ya ikincidən mu-nu tapırsınız. Mu bildiyiniz kimi sabit olan bir şeydir. Mu bərabərdir 0,4 bölü 2 eləyir 0,2. Sonra da baxıram ki, indi n bərabərdir F sürtünmə bölü mu'dur. F sürtünmə 1,2'dir. 1,2'ni 0,2'ye böləndə cavab eləyir 6 Newton. B variantı. 39-cu sualda bizdən deyir yükün qiymətini soruşur. Burada avtomatik olaraq siz görürsünüz M-i, B-ni, sonra V-ni, R-i avtomatik yazıda düşür yüklü zərərciyin maneə sahəsində hərəkəti. MV bərabərdir QRB bərabərliyindən. Q-nu tapsam MV bölünsün RB və M
2 vurulsun 10 üstü mənfi 26-dır. V 1,6 vurulsun 10 üstü 5-dir. R 50 santimetrdir. Metrə çevirəndə 10 üstü mənfi 2 vururam. B'dəki verib 20 milli Tesla. 20 vurulsun 10 üstü mənfi 3. Birdən götürüb bunları mənfi 5'i 5 ilə apararsınız. Düzgün deyil. Çünki onlar da yuxarı gedəndə 5 olur. Əksinə 5 ilə 26'ını aparam. Mənfi 21 qalır burada. Və həmçinin sonra burada ixtisar aparam. 2 ilə 2 gedir burada 10. 10 ilə 50'nin 0 ilə 10 üstü mənfi 2 gedir. 1,6'nı 5'ə böləndə gətirib mənə 0'dan 132 verir. O da yazıram 0'dan 132 vurulsun. Bu 10 üstü mənfi 3'də çıxır yuxarı 10 üstü 100 kimi olur. 10 üstü mənfi 18. Çünki 10 üstü 3 çıxır. 10 üstü 3 ilə 21 aparsa 10 üstü 18 qalır. Mənfi 18. Və həmçinin bunu da yaza bilərəm. Üst tamamdakı vursan 10 üstü mənfi 19 kimi. Cavab olacaq C variantı. Sonra həmçinin uşaqlar baxırıq 40-cı suala. 40-cı sualda mənbədən qoşulmuş ayrılmış. Özü üçün yazırsınız. U konstant ayrılmışda Q konstant. Baxın burada yazın məsələn yükü artır. Q konstantı olan yükü necə artsın? Ona görə bu avtomatik gedir bura. Məsələn, lövhə arasında gərginlik yazar. Gərginlik konstant olan necə azalsın? Avtomatik gedir o birisinə. Qaldı elektrik tutumu artır. Uşaqlar, burada lövhələr arasındakı məsafəni azaldır. C bərabərdir. Epsilon 0 S böl D'dir. D azalırsa C artır. Yəni hər ikisində elektrik tutumu artacaq. Çünki Q'dən o yoxdur. Enerjiyə qaldıqda enerji U konstant olanda yazıram CU kvadratı bölü 2. C artır. Avtomatik deməli enerji də artmalıdır. 4 ona görə bura gedəcək. Avtomatik 5 də bura gedəcək. Ona görə olacaq 2, 4, 3, 5, 1. Yəni burada A variantı da silinib. A olacaq cavab. Sonra 41-ci sualda bizə tezlik verilib, K-nı verilib. Diffraksiya qəfəsi üçün mən demişdim sizə ki, D sinus fi bərabərdir K lambdadır. K-nın maksimal qiymətində sinus fi-ni 1-ə bərabər eləyir. K bərabər olur D bölünsün lambdaydı. İndi mənə D lazımdır. D K vurulsun lambdadır. Lambdanın yerinə də yazırsınız C bölünsün nu. Baxıram ki K 4'dür, C 3 vurulsun 10 üstü 8'dir. Nu'dakı 6 vurulsun 10 üstü 14'dür. Cavab 2 vurulsun 10 üstü mənfi 6. O da verir bizə 2 mikrometr. A variantı. 42-ci sualda şurada əsalət hesablama sistemi, inersial hesablama sistemidir. Burada cisim ya sükunətdə qalır ya da bərabər sürətlə hərəkət edir. Birinci cismin sükunət olduğunu göstərgəsi, ikinci bərabər sürətlidir, üçüncü bərabər təcillidir. Yəni sürət dəyişimi var. Dördüncü də bərabər sürətli olacaq. Beşinci bərabər yeyinləşən hərəkətdir, altıncı bərabər yavaşlayan hərəkətdir. Bunlar isə olmayacaq. 1, 2, 4 və cavab olacaq C variantı. Sonra baxıram 43-cü sualda şurada izotermik sıxılmalı və doyan buxar. Doyan buxarda P-dir, Rho-dur, N-dir. T-dən düz kvadratik asılıdır. Buna görə də əgər yəni izotermik proses T konstantsa, P, Rho, N də konstant. Yəni dəyişməz. Sıxılma da V azalır. M bərabərdir Rho, V olduğunu nəzərə alsanız, V azalıbsa M də azalmalıdır. Ona görə cavab A variantı olacaq. 44-cü sualda L verib, F verib, I verib. İnduksiya vektorunun ən birinci düsturu elə sizdə B bərabərdir F bölünsün Y idi. F verib bizə. Maksimal qüvvəsi bəlkə çaşırır. Çünki bu amper qüvvəsindən alınır. Və amper qüvvəsində də bildiyiniz kimi sinus alfa var. Yəni sinus alfanın 1 olmalıdır ki, gərək bu düstur belə bir formatda olsun. Maksimal dedikdə nəzərdə tutulur. 10 üstü mənfi 3'dür. İ'si 5'dir. Elde 0,4'dür. 5'i 0,4'e vuranda elə 2 eləyir. 2 ilə bu gedəcək, qalacaq 10. Cavab eləyəcək 10 milli Tesla. Y variantı. 45-ci sualda uşaqlar, bu sizi demək olar ki, bəzən çaşdıran sual olub. Baxırsınız ki, ümumiyyətlə, baxın, burada 40-40 xat çəkib sizə ki, A ilə R düz asılılıq qrafikində 1 ilə 3 eyni qrafikin üstündədir. Yəni, omega 1, omega 2-yə bərabərdir. Yəni, A-nın düsturunu yazsınız, omega kvadratı R, omega da bərabərdir, kök altda A böl R-dir. Və A-nın R-dən, baxın buradan, düz asılılığı omeganın konstant olmağı demək. Ona görə omega 1 bərabər omega 3, pardon, 2 yazmışım. Omega 1, omega 3-ə bərabərdir. O da gördüyümüz kimi, məsələn, bax, burada verilib. Hələ bir variantda verilib, oradan da tuta bilərdiniz. Həmçinin ikini əgər müqayisəyə gəldi deyilsə, uşaqlar, baxırıq ki, burada bunların A-ları bərabərdir. A eynidirsə, omeganın R kökaltı tərs asılıdır. Tərs asılı deməli, bu R2-dir, bu da R3-dür. Normal R3 R2-dən böyük olmaq o demək ki, omega 2 omega 3-dən böyükdür. Çünki tərs asılıdır. Omega 2 omega 3-dən böyük olmalıdır. O da avtomatik C variantı da olur. 46-cı sualda uşaqlar ən kütləli cisimdə sükunətdən başlayıb V0 0-dır və deyir ki, sabit F qüvvəsindən daha doğrusu qüvvəsindən hərəkət edir və kinetik enerjinin gedilən yolda. Ümumiyyətlə kinetik enerji mv kvadratı bölü 2-dir.
Mən V kvadratın yerinə nə isə qoymalıyam. Fikirləşim ki, S bərabərdir. Mən S-i gətirməliyəm də düstura. S bərabər V kvadrat çıx V0 kvadratı bölünsün 2A yazıram. Çünki söhbətdə zaman yoxdur və zaman haqqında sizə heç nə demir. Ona görə zamanı burada yazmağınız boşdur. Burada V0 sıfıra gedir. V-ni siz burada tapanda V bərabər kök altda 2AS olur. Onu da gəlib yerinə yazsam M kvadratda olacaq elə 2AS bölünsün 2. Yəni olacaq M vurulsun, A vurulsun S. Sabitlik nədir? F əgər sabitdir, deməli A da sabitdir. M də kütlə də sabitdir. S ilə Y kinetik düz asılıdır. Cavab A variantı. 47-ci sualda. Gəliblər 10-cu, daha doğrusu 10 saniyədə gəlib cisimlər eyni koordinatda olublar. Yəni görüşüblər. Nəsədir ki, 4-cü saniyədə mat nöqtə arasındakı məsafəni soruşur. Baxırıq ki, 10 saniyədə bunlar gəliblər bir nöqtədə olublar. Birinciyə hələ baxıram ki, birinci x sıfırdan başlayıb və düz xətli asılılıqda bildiyiniz kimi o deməkdir ki, bu bərabər sürətli hərəkət olubdur. Onda tənliyi yazsam x sıfır üstə gəl VT-dir. X 0 sıfırdırsa birincidən söhbət gedir. Onda x 30'dur. 30 bərabər V1 vur T'dir. T də 10'dur gördüyünüz kimi. V1 də 3 metr bölü saniyədir. İkincini də gəlib tapası olsam, yenə də x bərabər x 0 üstə gəl V1 T'dir. Prosta gördüyünüz kimi 60'dan 30'a kimi gəlib mənfi olub da. Yəni x-oxun əksinə doğru hərəkət edib deyək. Bu zamanda baxırıq ki, onda V də bərabər olur. Yenə mənfi burada istiqamət göstərdi. 3 metr bölü saniyə bərabər. Çünki 30'dur. Yenə 30 bölünsün 10 bizə yenə 3 verəcək. Yəni qısacası ikisi də bərabər eyni sürətlə hərəkət ediblər. İkisi də eyni sürətlə hərəkət ediblər. Lakin burada artıq məsafəni tapmaq gəldi. Baxın 4-cü saniyədir. Gəlin baxaq ki 4 saniyədə bunlar hansı koordinatda olublar? 4 saniyədə birinci 12 metr yol gedib, hələ 12-ci koordinatda olub. Söhbət birinci cisimdən gedir. Birinci cisim olub koordinatı 12 metr. İkinci cismin koordinatı isə 60'dan gəlib, o da 12 metr yol gedib. Baxın 60 çıxılsın 12. Elif 48. Olub 48'də. 48'den 12'nin sırasında cavab edir 36 metr. Çünki sizdən arasındakı məsafəni soruşur. Biri 12'də olub, biri 48'də olub. Arasındakı məsafə 48 çıxı 12, 36. Sonra baxırıq 48-ci suala. 48-ci sualda sizə sərtliyi verib. Şunlar yadınızdadır, mən sizə deyirdim ki, T'nin saniyədən asılığıdırsa, deməli 4 dənə sayırsınız, o gəlib sizə verir periodu. Hər yerdə o ödənir. 1, 2, sonra bura 3, burada 4. Görürsünüz 4 gəldi düşdü bura. Bu oldu periodu 4 saniyə. Sonra baxıram ki, Y potensial verilib. Y potensial bərabərdir Y üçün Kx maksimal kvadratı bölü 2'dir. X maksimal da bərabərdir kök altda 2 Y potensial bölünsün K'dır. Y potensial verilib 1,8. Onda yazaram 2 vursun 1,8 bölünsün. K'da 10 üstü 3'dür. Kilonewtondur da. Baxıram ki 2 vur 1,8 3,6'dır. Və bu da 10 üstü 3 yuxarı çıxan da olacaq 10 üstü mənfi 3. 3,6'daki bir dənə vergül atırsınız 10 üstü mənfi 3'ün üstünə olur 10 üstü mənfi 4. 36'dan çıxır 6, 10 üstü mənfi 4'dən çıxır 10 üstü mənfi 2. X maksimal tapdım. Sonra yol yadıdasa, yəni getdiyi yol, rəqsin getdiyi yol 4x maksimal vurulsun n idi. N-in də yerinə mən yazırdım t bölünsün t. Baxırdım ki, o sizdən 4 saniyədə soruşur. 4 x maksimal 6 vur 10 üstü mənfi 2'dir. T 4'dür, periyodda 4'dür. İxtisar gedir, cavab olur 24 santimetr. Bu bir bizə verəcək 24 vursa 10 üstü mənfi 2 metrdir. Onun da deməli santimetr içərisi 24 santimetr olacaq. Cavab B variantı. Baxırıq 49-cu sualda sizdən suni işıq mənbəyini soruşur. Şimal parıltısı, ulduz, günəş, ildırım bunlar təbii olan bir şeylər. Yəni təbiət tərəfindən belə deyim olan işıq mənbələridir. Suni yanan şamdır. Yəni o bizdən asılı bir şeydir və biz onu yaradırıq. Ona görə cavab B variantı. 50-ci sualda uşaqlar sizi çaşdıran burada nə olub? Gördüyünüz kimi burada göstərib ki, yəni eyni qədər belə deyim, necə sizə deyim, eyni qədər səthdə qalıb, siz ona çaşmısınız. Uşaqlar, batan hissəyə baxsaz, görərsiniz ki, batan hissələr fərqlidir. Eyni qədər yuxarıda qalmasa, demək deyir ki, eyni qədər də aşağıda qalıb. O deyirləri görünən tərəf, görünməyən tərəf. Burada eyni şeydir. Gördüyünüz kimi burada, yenə də göstərirəm. Baxın, bunların ikisinin də tam olaraq batan hissəsi fərqlidir və beləliklə baxırsınız ki, həcmləri də bunların fərqlidir. Ona görə Arximet qüvvəsi F Arximet. Romaye və batan J'dirsə, baxıram ki, bunlara eyni qədər hissəsi batmır, fərqli batır və 3 dəfə əgər həcmi dəyişirsə, deməli onun batan hissələrinin arasında 3 dəfə fərq olacaq. Yəni romayelər eynidir, J eynisə, baxırsınız ki, batan hissə həcmdən asılı olan bir şeydir.
Deməli bu zaman baxıram ki, ikincinin həcmi daha böyükdür. Onda deməli onun daha böyük hissəsi batacaq. Ona görə də ikincinin Arximedi o birisindən 3 dəfə böyükdür götürəcəksiniz. 51-ci sualda 2 W-nin yerinə yazıram eli kvadratı bölü 2 və həmçinin burada i kvadrat da var. 2-lər gedir, i kvadrat gedir, qalır intisar ağacının induktivi c. Sonra baxırıq 52-ci sual. 52-ci sualda uşaqlar linkdir. Baxırsınız linkin nə olurdu? Qüvvə momenti olurdu. M bərabərdir F-D. Baxıram ki, F 9 Newtondur. Bu da 2-dir. Oldu bura 18. Burada 6 vur 3 18'dir. Hər iki tərəfdə momentlər eynidirsə link tarazılıqda qalar D variantı. 53-cü sualda baxırıq ki, qüvvənin qiymətini soruşur bizdən. M verilir və sizdən F-in qiymətini soruşur. Əgər rezonans halında soruşursa, bu F maksimaldır. Yadınızdadsa mən sizə həmişə deyirdim ki, rəqsdən suallar düşür və gördüyünüz kimi artıq ikinci sualdır rəqsdən. Və uşaqlar rəqsdə fərqli düsturlar var, bəli. Amma bir çox düstur çevrənin düsturunun üstəsi düşür. Çünki ikisi də əyri xətli hərəkətdir və buna görə də onların düsturları oxşuyur. Və F-in normalda düsturu, məsələn, MA-dır bizə görə. Yazırız MA. M qalır. A-nı burada necə ki, orada mərkəzə qaçma təcilinin düsturları var idi. Biz burada gəldik, onları dəyişdirdik. R-in yerinə x maksimal qoyduq. Burada da yenə yazıram. Omega kvadratı x maksimal. X maksimal məndə var. A-nı görüb çaşmayın. 50 sm. Sonra omega kvadratının yerinə də yazırsınız. 4 pi kvadratı, nu kvadratı. Həmçinin bu olacaq x maksimal, bu da m-dir. Hamısını qoyuruq yerinə hesablayırıq. 4 vurulsun 10, vurulsun. Nu kvadratı rezonans anında 2 idi, olacaq 4. Həmçinin x maksimal bizə verilib 50 sm, 50 vurulsun 10 üstü mənfi 2. M-dəki 100 qramdır, 100 vurulsun 10 üstü mənfi 3. Hələ bu 100 ilə onun 3 dənə sıfırı bu mənfi 3 ilə getsin. 50 vur 4, 200 eləyir. 200'ü də vuranda 4'ə 800 eləyir. 800 də 10 üstü mənfi 2 vuranda cavab verir 8 Newton. 8 Newton. 54-cü sualda deyir beta çevirməsi. Beta y üstü mənfi 1, 0 idi. Və nukleonların sayı dəyişmirdi. Mütləq sürətdə protonların sayısı bir vahid artırdı. Uşaqlar, müsbət olsaydı biz deyərdik ki, azalır. Müsbət deyil, mənfi olduğuna görə artır idi. 55-ci sualda bunun normalda potensial kinetik versiyası var idi. İndi magnet elektrik versiyası var. Sizə deyir ki, normal I maksimaldan 2 dəfə kiçikdir. Tam enerji bərabərdir. Magnet üstə gəlinsin elektrik sahəsi və yazıram eli maksimal kvadratı bölü 2 bərabərdir eli kvadratı bölü 2 üstə gəlinsin və elektrikdə qalır. Max desədir ki, I maksimaldan 2 dəfə kiçikdir. Yerinə qoysunuz, olacaq burada I maksimal kvadratı elə bölünsün 4, çünki kvadratdır. Burada hələ bunları çıxsaz, görərsiniz ki, 3 eli maksimal kvadratı bölünsün 2 bölünsün 8 bərabərdir və elektrikə. Mən baxıram ki, bura magnetin maksimaldır. Yəni, eli maksimal bölü 2 mənə verib bu 100'ü. Burada eli maksimal kvadratı bölü 2'ni ayırsaz, bu 8'i 4 bölü 2 kimi yazsam, onda olacaq 3 bölü 4 vurulsun 100. Bu da verəcək mənə 75 joule və milli joule bu arada. Çünki görürsünüz 100 milli joule-landır. 75 milli joule. Cavabı da milli joule-lan istəyir. 75 ələ yazacaqsınız. Burada ampermetr gördüyünüz kimi ümumi dövrəyə qoşulub. Sizə deyir ki, bura 2 amperdir. Paralel qoşulduğuna görə U1 U2'yə bərabərdir. I1'in I2'yə, R2'nin R1'ə. R2 bunu götürürəm. 8 bölü 4 elir 2. I2 bərabərdir. I1 bölünsün 2. I1 2 olduğuna görə 2 bölü 2 cavab edir 1 amper. Sizdən bütöv ampermetri soruşduğuna görə paraleldə cərəyanlar toplanılır. Ona görə 2 üstə gəl 1 cavab edir 3 amper. 57-ci sualda elastiki deformasiya zamanı verilmiş çubuğun deformasiya etdirən qüvvə 2 dəfə artıb. Sərtlik bildiyiniz kimi K bərabərdir SY bölü L0'dır. Yalnız naqilin, yəni yayın həndəsi ölçülərindən və materialından asılıdır. Ona görə dəyişməyəcək. Mexaniki gərginlik sigmadır. Sigma bərabərdir F bölünsün S idi. S sizə deyir konstantdır. F 2 dəfə artıbsa sigma da 2 dəfə artacaq. Bura gedəcək A. Potensial enerjidə Y potensial bərabərdir Kx kvadrat bölünsün 2. K konstantdır. X, daha doğrusu Kx kvadrat bölü 2 ilə getməyək. Gəlin buna gedək. F2 kvadrat bölünsün 2K ilə gedək. K konstantdır. F 2 dəfə artıb deyə Y potensial 4 dəfə artacaq. Bu da gedəcək C variantı. Sonra gəlin baxırıq.
yazılı. Baxırıq 58-ci. 58-ci sual bildiyiniz kimi topunun gözü işığı idi və biz bu suallarla çox işləmişdik. Sizə deyək ki, termistorun temperaturunu artırdıq da. Termistor yarımkeçirici idi. R bərabərdir R0 bölünsün 1 plus alfa T. T artıbsa şolar R azalır. R azalırsa I bərabərdir U böl R'dir. Daha sonra birinci voltmetrlərə baxaq. I-yə sonra baxarıq. U bərabərdir yer olduğu üçün R azalıbsa U da azalıb. Voltmetr 2-nin göstərişi azalar. Voltmetr 1 isə artar. Çünki U konstantdır deyə U1 üstə gəlir U2-dir. U2 əgər azalırsa U1 artmalıdır ki, o konstant qalsın. Söhbət gəldi I-yə. I də uşaqlar ardıcıl birləşib və I gördüyünüz kimi hər ikisini ölçdüyünə görə baxırsınız ki, ardıcılda R ardıcıl bərabərdir. R üstə gəlinsin R termistordur. R konstantdır çünki R heç nə olmur. Amma R termistor azalıb deyə R ardıcıl da azalır və I bərabərdir U bölü R olduğu üçün R azalıbsa I də artır. Cərəyan şiddəti artar. U1 artar, U2 isə azalır. Bu yazılı tipli suallarda var idi. Ətraflı yazılı ki var idi. Siz baxmırdınız, ciddi almırdınız. Baxın o suallarda var idi. 59-cu sualda sizə demək V-nin T-dən və Y-nin T-dən asılılığını verib və cismin maksimal hündürlüyə qalxma müddətini deyir ki, saniyəni hesablayın. Deməli uşaqlar burada mənfi 20-ni verməyinə baxın bu gəlib elə bir cismi şağı yuxarı atıblar. Cisim gəlib qalxıb H maksimala baxın bu momentdə. V olub 0. Sonra gəlib müəyyən qədər düşüb və 20 metr per saniyə ərzində gəlin baxaq ki, düşəndə sərbəst düşəndə. Nə qədər müddətə bunun gəlib sürəti bizə verir 20-ni. V0 gedir 0-a. Baxırıq ki, JT-dir. Bu, yəni V bərabər JT-dir. V 20-dirsə, indi J 10-dursa, T-də nə qədər qalır? 2 saniyə. Deməli, baxın, bura 2 saniyədirsə, deməli, düşmə müddəti nə qədər olub? 4 saniyə. Yəni, maksimal qalxma müddətinə 4 saniyə sadəcə sərf edib. Sonra uşaqlar, 60-cı sualda verilmiş kütləli ideal qaz deyil, gedən prosesdə 100 kilojol istilik miqdarı alıb, Q-sü 100 kilojoldur. Baxırıq ki, deyir, qrafikə əsasən koordinat oxlarında uyğun qiymətə göstərmə, onun işin istilik miqdarına asılıq qrafiki. A-nın Q-dən asılıq qrafiki soruşur. Və burada Rho-nun T-dən asılığıdır da, deyəsən bizə. Sıxlığın, bəli, sıxlığın T-dən asılığını verib. Gəlin, baxaq ki, ümumiyyətlə, bu hansı proses ki, Rho T-dən tərs asılıdır. P bərabərdir, Rho RT böl M düsturu var. Niyə bundan istifadə edirəm? Çünki Rho ilə T-nin ən rahat bu düsturda bərabərliyi var. Rho bərabərdir, PM bölünsün RT-dir. Rho ilə T-nin tərs mütənasib asılı olması üçün P konstant olmalıdır. Deməli, uşaqlar, izobar prosesdir. Yəni, A ilə Q-yə siz direkt sən bir-birinə bərabərsən deyə bilməzsən. Çünki söhbətdə həm delta U var, həm A var, həm də Q var. Gördüyü işini necə eləyə bilərsiniz? Baxın, deyir ki, verilmiş əllərə qaza gedən 100 kilojoldur. Q 100 kilojolsa, deməli A 60 deyirəm, üzrlüsən 40 kilojoldur. Çünki bildiyiniz kimi A Q-nün 0,4 Q-yə bərabərdir izobar prosesdə. Gördüyümüz kimi A ilə Q düz asılıdır. Amma ki, müəyyən sabitlə, yəni bunu baxın, belə bir şey çəkə bilərdiniz ki, məsələn, Q 100 olanda A uyğun olaraq 40 olub. Baxın, belə bir şey çəkə bilərdiniz. Bu qrafik kimi. Efsiyo uşaqlar, bu qəbulumuzun izahı idi. İnşallah gələn qəbulda görüşənədək.